İlk öncə sizi salamlayıram, əziz izləyicilər. Bu günləri böyük gələcəyə kiçik addımlarla verilişin növbəti buraxılışındayıq. Qonağımız isə Asiman Zamanlıdır. Asiman Zamanlı, ilk öncə səni salamlayıram. Neçənci ildə harda dünyaya göz açmısan? 2016-cı ildə Bakıda dünyaya gözüm atmışam. Hal-hazırda çıxış etdiyin klub hansıdır? Hal-hazırda mən çıxış etdiyim klub Roxumdur. Amma yəni bundan bir neçə Çox az zaman. əvvəl Döniyevdə oynayırdım. DFM-də. Bəli. İlk hansı klubda futbola başlamısan? Mən ilk Şəfada başlamışam. Sonra isə DFM-ə keçmişəm. Ondan sonra isə Roxuma. İlk məşqçi adını olub xatırlayırsan? Aydın müəllim olub. Futbola özün mü başladın, yoxsa kimsə səni məsləhət görüb? İlk futbolu mən televizorda gördüm. Sonra isə oynadıqları oyun mənə çox maraqlı gəldi və buna görə isə futbola başladım. Asiman, səninlə danışıram. Çox rahat, sanki həm yaşadığım kimi mənimlə danışsan. Bu mənə çox zövq verir. Və səninlə reportajımız çox mükəmməl olacaq, buna inanıram. Və indi Roxum klubunda Elnur Allahverdiyev, Azərbaycan futbolunun keçmiş tanınmış simalarından biri, kapitanlarından biri Elnur Allahverdiyevin çıxış etdiyi komanda, yəni başçılıq etdiyi komandaya transfer olmusan. Uğurlar arzu edirəm və Aydın Qasımova təşəkkür edirəm ki, səni kimi futbolçu yetişdirib. Hansı mövqedə mübarizə aparsan? Mən hücumçu olaraq, amma bəzən indi Roxuma keçdiyim üçün orada da bəzən sağ və ya solda da oynaya bilirəm, amma əsas mövqeyim hücumdur. Və həmən yerdə də olsa futbol gəlir. Bəzən indi elə olur, pas gəlir, vururam, amma çox vaxt isə elə bir pres eləyirik də, klubla bərabər pres eləyirik. Presi qazanan topu və ya mən qazanıram və ya başqası qazanır, mənə verir. Amma mən də qazananda özüm epizodçu yaradıb vururum. Ümumi çempionat haqqında nə deyə bilərsən? Suallarım əslində standart olaraq, amma sənin danışıq tərzin o qədər gözəl oldu ki, mən sənə sualları çox vermək istəyirəm. Çempionat haqqında düşüncələrin? Çempionatda indi mən çempionatı hələ ki DFM-də eləmişəm, yəni çempionatı sadəcə DFM-də seçilmişəm. Bu ildə Roxumda olacaq. DFM-də seçirdiyim çempionatların ən yaxşısı U10-da olmuşdu. U10-da ilk çox gözəl başlamışdıq. Santos Baku ilə oynamışdıq ilk oyununda. Onları udmuşduq. Mən də isə çempionatım mənim üçün çox yaxşı keçdi. 20 oynayıb 45 gol vurdum. Ona görə də çox şadım. Yusuf Əzim Zadə və Asiman Zamanlı. Təqribi 2,2 qol deyil hər oyuna. Böyük əla göstəricidir. Yaxşı, olubmu elə bir oyun yadda qalan bu oyun? Yəni, möhtəşəm bir oyun oynamışsan və yaxud da ki, oldu. Hansı oyun? Biz bir dəfə klubun adı indi tam yadıma gəlmir, amma bir klubla oynamışdıq. Mən DFM-də olan vaxtı 3-2 udmuşduq. Birinci taymda 2-0 qurtarmışdı. İkinci taymda isə mən hat-trick edib 3 gol vurmuşdum və 3-2 hesabı ilə qələbə qazanmışdıq. Yusuf Əzimzadə, Yusuf Qaydan, top, Resul Əlifzadə, başla, zərbə və gol! DFM-in Filipin Zagis hat-trick edir. Yatmaq lazımdır. Ən yadda qalan qolun, ən möhtəşəm, fantastik qolun. Ən fantastik qolum bir dəfə səhv yadımda qalmışsa Xana qarşı iştirafdan elə bir korner yaxın tərəfdən vurduğum qol idi. Çox uzaq məsafədən yaxşı bir qol idi. Azərbaycanda əgər peşəkar karyeranı davam etdirmək olsun, hansı klubu çıxış etmək istəyirsən? Yəni mən Azərbaycanda dediyim kimi çox klublara izləmişəm, çox klublar bəyənirəm, amma müəllimim hansı klubu mənə daha yaxşı görsə o klubda oynayaram. Yəni sənin karyeran, futbol karyeran sevdiyin klubdan üstün, yəni sevmək yox, daha çox öz karyeran. Avropada çıxış etmək istəyirsən, hansı kluba çıxış etmək? Avropada, yəni Avropa deyəndə Türkiyə olaraq Qalatasarayda, yəni mənim əsas məqsədim Qalatasaraydır, amma əgər Premier League-də, yəni İngiltərə liqasında oynamaq istəsəm, %100 ki, yəni Manchester City olar. Çünki ən sevdiyim demək olar ikinci klubdur Manchester City. Maraqlı seçimlər var bu günləri. Bütün futbolçular bu günləri maraqlı seçimlər edirlər və həqiqətən bu sözü
deyirəm, bütün futbolçular bu günləri maraqlı olublar. Yaxşı, sevdiyin bir iş varmı futboldan başqa? Futboldan başqa mən boş vaxtımda namaz qılıram və ya yəni rəsm çəkirəm, yenə futbol oynayıram. Amma ən çox namaz qılıram. Allah qəbul etsin biz. Çox. Bizdə yaxşı Asiman, məktəbə gedirsən? Gedirəm və Sən sinif oxuyursan. 2-ci sinifdə oxuyuram və çox yaxşı məktəbdə seçilmişəm. Yəni səhv xatırlamıramsa, məktəbdə də imtahan keçirmişdik. Məktəb üzrə də 1-ci olmuşdum. Asiman, sevdiyin yemək varmı? Mənim bəli var, amma elə bəzilər kimi də hamburger, pizza, nugget, yəni elə də deyil. Yəni ən sevdiyim Azərbaycan yeməyi olan dolma, üç bacı dolması, dolma, bir də qreçkadır. Yaxşı Asiman, sənin sonsuz sayda sadaladığın yeməkləri versən. Hı. Və sənə sadəcə 6 ay futboldan uzaqlaşmağa desən. Uzaqlaşarsanmı? Xeyr. Yaxşı, bu tələbi atan irəli sürsə, futboldan uzaqlaşmaq tələbini, onda necə? Mən xeyr eləməzdim. Yəni əgər atam aparmasa belə mən özüm bir yolunu tapıb edərdim. Asiman, dünya futboluna ya sənə ixtiyar verilsə, özünə bir komanda yaratan, komandanın adını nə qoyarsın? Komandanın adını qoyardım. Adı neydi onun? Dünya birincisi. Ya dünya karması qoyardım. Dünya karması. Yaxşı, o komanda dünya karması adlandırdığın komandaya kimləri daxil edərdin? Ben qapıcı olaraq qapıya Petr Çehi qoyardım. Müdafiədə isə Pepe ilə Sergio Ramos'u qoyardım. Müdafiənin sağında Sağında Dani Alves'i qoyardım. Solunda isə Roberto Carlos qoyardım. yarım müdafiə xətti. Yəni mən yarım müdafiədə Casemiro ilə Toni Kroos'u seçərdim. Onların qabağına isə Kakanı seçərdim. Yaxşı seçim idi bu. Sezon xətti. Hücum xətti kənara Sağ tərəf. Messi'ni seçərdim. Sağdan. Diğer tarafa Neymar'ı, hücumda Ronaldo. Amma indiki dövrə baxsaq, seçəcəyim yəni fərqli olardı. Yəni başqa oyunçular olardı indiki dövrə Amma baxsaq. sənin üçün bu 11'lik yenilməz. Bəli. Yaxşı, Yəni Ronaldo hansı Ronaldo? Cristiano Ronaldo fenomen. İki diş. ikisi də çox güclüdür, amma məncə Cristiano Ronaldo dünya Tamam, birincisidir. Olan ama futbolcu təbii ki ən güclüsü. Yaxşı, bu komandanın baş məşqçisi kim qoyardı? Ajax Ferguson. Bu komandadan hansı futbolçunu çağırdı? Mən elə bir şansım olsaydı Kaka yerinə özümü soxardım. Ronaldo ilə qabaqda iki hücum çöşəsində. Yəni Kakan yerinə özünü də saldı. Misal bundan 4-2-4. Yəni amma mənim ən sevdiyim formatlardan biri isə 4-3-3 və 4-2-1-3-dür. Milli səviyyəsində hansı ölkədən şərəfini qorumaq istəyirdi? Yəni hansı ölkədə oynamaq istəyirəm? Milli səviyyə. Yəni belə baxanda isə Azərbaycan, yəni mənim öz doğma ölkəmdir. Yəni təbii ki, orada oynamaq istəyirəm. Yəni başqa sözüm yoxdur, Təbii, orada şərəf. oynamalıyam. Hər bir Yəni mənə məsələn nətər deyim, gəlsin Portuqaliya məsələn çox güclüdür, İspaniyadan, yəni hansı ölkədən gəlsə, Azərbaycanda olmuşamsa mütləq orada bir oynamalıyam. mənsubiyyəti, bir milli kimliyi, milli özlüyü təlqin edən bir Azərbaycanlı təbii ki öz milli mənəviyyatını heç bir maddi nəyinsə qarşısında dəyişməməsi təbii ki bu sadəcə insana tərəf və xarakterini irəlidir və həqiqətən sən xarakterli bir futbolçusun. Yaxşı Asiman, bir sual verim. Hazırda dünya çempionatı gedir. Hansı komanda çempion olmalı? Yəni artıq yəni Ronaldo'nun yaşı da qurtarır. Yəni artıq bir zəhmət o qazanmağını istəyirəm. Çünki Messi, Mbappe 19 yaşında qazanıb, Messi qazandı. Bir dənə Ronaldo qalıb, onda inşallah qazanır. Bir zəhmətlə qazansın. Amma Türkiyə qazansa daha çox sevinərəm. Əgər qazanamasa isə, yəni çeyrək finala qədər gəlməyi daha yaxşı olar. Amma istəyirəm Portuqaliya qazansın. Veriliş haqqında düşüncələrin
Elə indi yaxşı çeşidi verilir. Siz də çox yaxşı bir şərhçisiz. Ona görə isə çox yaxşı çeşidi. Mənim hansı şərhimi bəyənmirsən? Hansı episodda şərhimi bəyənmirsən yadda qalır? Yadda qalan bir dəfə mən qol atanda siz belə demişdiniz. Defe'nin Filipin İnzagisi yenə qol atıb, dayanmır Asiman, möhtəşəm oynadı bu gün. Sadiq Əliyev, əla hərəkət Əliyevdən zamanlı və qapçı Əloniyev. Daha bir zərbə və qol! Defe'nin Filipin İnzagisi 2 toxunuş, ikinci dəfə otara göndərir, qol sevinclərinin isə ən gözəlini etdi. Minnətdaram sənə Asiman. Çox sağ ol. Bu çətin yolda, məşəqqətli yolda, həqiqətən çox ağırlı bir yoldur. Mən sənə bu məşəqqətli yolda uğur arzu edirəm. İnanıram ki, gələcəyin gün parlaq olacaq. Dəmir kimi iradə ilə verəcəyin yerə qədər Allah sənə yar yardımcı olsun. Aslında minnətdaram. Həm özümüzü güldürdün, həm düşündürdün. Hər üç hissi bir yerdə yaşatdın. Bəli. Minnətdaram və uğur arzu edirəm. Yəni mən də sizə burada olduğum üçün çox şadam. Futbol karyeramda inşallah yaxşı davam edərəm. Amma yaxşı davam eləmək üçün bir istəyim var. İnşallah Azərbaycanda yerdə, yəni oynadığımız stadionlarda suni otlar biraz azalmalıdır. Yəni stadionlar daha yaxşı olmalıdır mənim fikrimcə. Aslan, təşəkkür edirəm, minnətdaram. Xoş oldu, uğur arzu edirəm. Çox sağ ol.